Hər vaxtınız xeyir olsun. Deməli, 31-04-cü ay 2025-ci il tarixdə Bərdə rayon məhkəməsində hakim Fərman Abdullayevin sədrliyi ilə məhkəmə keçirilibdir. Deməli, Nəsimi rayon polis idarəsində bizim işimiz olubdur və Nəsimi rayon polis idarəsində müstəntiqin köməyi ilə biz notarius müqaviləsi bağlanıbdır. Bakı şəhər 14 saylı notariusda və notariusun rəisi Əliyev Elmar Qəzənfəroğlu tərəfindən təsdiq edilibdir. Bəli, müqaviləni həm qarşı tərəf, hər ikimizin də şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti də yoxlanılıbdır. Və bugün Fərman Abdullayev həmən bu müqavilənin, notarius müqaviləsini saxta sənət hesab edib. Mən bilmirəm, aidiyyatı qurumları bu saxta sənət maraqlandıracaq, yoxsa maraqlandırmayacaq. Sadəcə olaraq bir vətəndaş olaraq bugün biz saxta sənət düzəlsə və yaxud da hansısa bir saxta işlə məşğul olsa bizim dərimizi soyarlar. Bax, bugün nəyə görə bax bunu hakim saxta sənət kimi qəbul edibdir? Nə deyə saxta sənət kimi qəbul edir? Və hörmətli hakim Fərman Abdullayev, əgər həqiqətən də cənab prezidentimizin sizə verdiyi vəzifəni layiqincə yerinə yetirirsinizsə, ədalətli qərarlar çıxardırırsınızsa, əgər həqiqətən də vicdanlı qərar qəbul edirsinizsə, niyə onda Ənvər müəllim mənə istintaqdan yayınma verəndə niyə araşdırmırdınız ki, həqiqətən vətəndaş istintaqdan yayınıb yoxsa yayınmayıb? Belə çox vicdanlı qərarlar qəbul edəyənsinizsə, bunu da araşdırardınız da bundan qabaq. Niyə araşdırmırdınız onda? Burada yalnız bir dənə maddi maraq var. Başqa heç bir maddi maraq ola bilməz. Biz artıq bu məhkəmələrin, mən digər apellyasiya məhkəməsində də işim olub, Səbail məhkəməsində də işim olub, digər Bərdə rayonunda hakimlərdə də işim olubdur. Və hər biri özləri istədikləri formada qərarlar qəbul edirlər. Digər polis əməkdaşlarının zakaz işlərini qəbul edirlər. Ənvər müəllim başda olmaqla Bərdə rayon hakimləri digər polis əməkdaşlarının işlərini qəbul edirlər. Zakaz işlər götürürlər. Xahiş edirəm, artıq dərəcədə Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri və hakimi İnam Kərimovdan biz artıq bura yox, bura yığılmışıq bu haqsızlıqlardan, bu hüquqlarımız bizim tapdalanır. Xahiş edirəm, bu hakimlərin gördüyü işlərə artıq bir son verilsin. Belə olmaz. Biz çıxıb bizə deyirlər ki, çıxın sosial mediaya, hara şikayət edirsiniz, eləyin. Bunlar vəzifəsinə güvənirlər. Ümumiyyətcə, cənab prezidentimiz o sizə vəzifəni verib ki, vətəndaşa xidmət eləyəsiniz. Siz nə deyə notarius müqaviləsini saxta sənəti hesab edirsiniz? Hələ üstəlik də Nəsimi idarəsində müstəntiqin günahkarı hesab edirsiniz. Müstəntiqin notariusa qarışacağı yoxdur. Ay savadsız hakim. Müstəntiqin buna qarışacağı yoxdur. Notariusun rəisi başqadır, müstəntiqin işi başqadır. Siz mənə deyirsiniz ki, məhkəmədə müstəntiq mən nə bilim orada cızma qaralıyıb, öz başına müqavilə bağlayıbdır. O necə ola bilər ki, müqavilədə o qədərmi ki, gözünüz görmür. Müqavilədə görürsünüz burada notarius, 14 saylı notariusun rəisi Əliyev Elmar Qəzənfəroğlunun imzası var. Bəs sizin bu haqsızlıqda biz bezmişik. Biz hansı qurum, ümumiyyətcə heç bir qurumları heç nə maraqlandırmır. Ancaq bunları bu maraqlandır. Bunların vicdanı da puldur. Hər şeyləri puldur. Mən fəxr edirəm ki, bax sizin kimi polis, hakimlər bizim pulumuzdan özünüzə şalvar alırsınız. Övladlarınıza paltar alırsınız. Övladlarınıza yemək alırsınız. Bəs sizin də biz hər şey vicdanınıza, biz mənliyimizə sıxışdırmırıq sosial media. Amma siz bizi davet edirsiniz ki, çıxın sosial mediada bizim haqqımızda danışın. Gedin sosial mediada videolarınızı yığışdırın. Görün nə qədər apellyasiya məhkəmələrində nə qədər şikayətlər var. Apellyasiya məhkəməsində Vüqar, Səbail məhkəməsində Ülviyə, Bərdə rayon məhkəməsində barmaqla göstəriləcək hakimlər var. Barmaqla göstəriləcək hakimlər var ki, zakaz işlər qəbul edirsiniz. İstədiyiniz formada qərarlar qəbul edirsiniz. İstədiyiniz formada insanların həyatlarıyla oynuyorsunuz. Gənclərimiz məhv olur. Bugün məhkəmələrin qarşısına baxsın 23-24 yaşında gənc uşaqlarımızı tutub göndərirsiniz içəriyə. Yükləmələrlə. Fakti bunlar sübutdur. Sosyal medyada en qədər videolar var.
Bəs süründə canımız boğazımıza yığılıb sizin əvzə. Bir dənə Azərbaycanda bir qurum yoxdur ki, o qapını döyüb, əlində olan sübutları göstərəsən, əlindəki olan sübutları göstərirsən, ona uyğun başlayırlar hərəkət eləməyə. Ona uyğun başlayırlar insanlara cinayət işi açmağa. Nə qədər olar? Siz nə qədər ki, bu qədər haqsızlıqlar eləyəsiniz, bəs mən neçə aylardır, məndən də biləsiniz bunu, kimlərsə xahiş edib ki, sosial mediaya çıxmayın. Kimlərsə xahiş edib. Amma siz mənə bugün dababit edirsiniz ki, yenidən mən sosial mediaya çıxım. Bəs süründə bu qədər haqsızlıq olmaz. Özünüzə hörmət edin, vicdanınız olsun. Siz evə gedəndə başınızı yastığa necə qoyub rahat yatırsınız? Fəxr edirlər. Azərbaycan xanımlarının əksəriyyət hakimlər şərəf və ləyaqətini alçatmaq üçün fəxr edirlər. Qürur duyurlar bunlarla. Xahiş edirəm İnam Kərimovdan, artıq dərəcədə xahiş edirəm. Nə qədər mənim kimi qadınlar var ki, əziyyət çəkirlər. Xanımların pullarına göz tikirlər. Xahiş edirəm, bu hakimlərə bir əncam qılın. İnam Kərimov, çox xahiş edirəm, artıq dərəcədə millət əziyyət çəkir. Siz görmürsünüz, sosial mediada, apellyasiyada nə qədər şikayətlər var. İstədikləri formada qərarlar qəbul edirlər. Yazıq xanımların şəxsi həyatlarından maraqlanır. Bilmirəm, alıb özlərini arvad eləyəcəklər bizi. Bizim şəxsi həyatımız seçkimə maraqlı olmasın. Sizə bax, bu saxta notarius müqavilələri, saxta qərarlar, bax, saxta qərarlar Səbail məhkəməsindən, Səbail apellyasiya məhkəməsindən. Bax, bunlar sizə maraqlı olsun. Bax, bu cür hakimlərə görə, əksəriyyət dövlət işçilərinə görə bu ölkədə biz yaşamaq istəmirik. Xahiş edirəm, bax, bu hakimlər, Fərman Abdullayev kimi hakimlərə görə, Ülviyə kimi hakimlərə görə, Vüqar kimi hakimlərə görə biz bu ölkədə yaşamaq istəmirik. Niyə bugün Azərbaycandan çıxmaq istəyəndə bizi hansısa cinayət işlərlə yükləyirsiniz, hansısa xüsusi iddiamlarla yükləyirsiniz və hətta bununla əksəriyyət dövlət işçiləri var ki, fəxr edirlər ki, biz filan kəsə cinayət iş açdıq, cinayət işinə yüklədik, Azərbaycan xanımlarını köpəzəyə salıb şərəf və ləyaqətini alçaldırlar. O sizə elə gəlir. Siz ancaq, sizin gücünüz ancaq hansısa cinayət işinə, xüsusi iddiamlara çata bilər, başqa işinəyə gücünüz çata bilməz. Siz ancaq belə şeylərlə fəxr edə bilərsiniz. Mən də fəxr edirəm ki, mənim kimi bir xanımın pulu ilə siz evladlarınıza yemək alıb verirsiniz. Bax, Sübhan Esrinalov kimi müstəntiqlər bugün vəzifədədir, fəxrlə deyir ki, mən krestoya elə belə gəlmirəm, pul verib gəlirəm. Ona görə də bugün millət əziyyət çəkir. Nə qədər ki, Sübhan Zeynalov kimi müstəntiqlər vəzifədədir, digər hakimlər, adlarını çəkdiklərim hakimlər vəzifədə, bu ölkədə də haqsızlıq başa alıb gedəcəkdir. Bir daha xahiş edirəm, İnam Kərimovdan bu hakimlərdən yer çıxsın, sahib çıxsın, millət əziyyət çəkir. Mənim əlimdə en qədər sübutlar var, amma hansı ki, Bərdə rayon məhkəməsində mənə cinayət işi açıblar, haqsız yerə. Həmən sübutları mən istintaqa təqdim eləməmişəm. Bugünə kimi də verməmişəm sosiala, çünki məndən kimsə xahiş eləyibdi onu, xahişli eləyibdi. Amma bugün məndən heç kim xahiş eləməyəcək onu. Nəyə görə? Çünki notarius müqaviləsini əsassız saydığınıza görə. Atırsınız hər şeyi müstəntiqin üstünə. Müstəntiqin buna qarışacağı yoxdur. Hərə öz işinə cavabdehdir. Öz işinə cavabdehdir hərə. Layiqincə vəzifəni yerinə yetirə bilmirsənsə, işləmə o vəzifədə. Çıx özünə başqa iş tap. Bəstirində, sizin əlinizdə canımız boğazımıza yığılıb. Siz apellyasiya məhkəmələrinin qarşılarına gelin, Bərdə rayon məhkəməsinə gelin, gəncləriniz məhv olur. Ancaq yükləmələrlə məşğulsunuz. Hara gedirsən, deyir, illik hesab veririk. Bu qədər də haqsızlıq olmaz axı. Hansı qurum deyirsiniz, o qurumda olmuşuq. Yuxarıda oturan məmurların da hər şeydən xəbəri var. Nə qədər ki, bax, belə saxta işlər qəbul eləyəsiniz, çıxıb sosial mediada, rəsmi səhifələrdə mən də sizi biabr eləyəcəm. Düzdür, siz bundan çəkinmirsiniz, siz fəxr eləyirsiniz ki, biz sosial mediada sizi tanıdaq, siz fəxr eləyirsiniz özündən ki, sosial mediaya çıxmışıq biz. Bizi verdilər sosial mediaya, oturub fəxrləndə hələ baxırsınız. Ürəklə də deyirsiniz ki, gedara istəyirsiniz, şikayət eləyin. Sizin kimi bir hakimlərlə, əksərə Sübhan Zeynalov kimi bir polis əməkdaşlarına bu ölkədə yaşamaq istəmirik biz. Şərait yarasınlar, çıxaq bu ölkədən.